Verilişin sponsoru Dəniz Mebel Salonu. Dəniz Mebel, evlərimizin seyirləyici güşəsi. Verilişin sponsoru Melisa Group Yaşayış Kompleksi. Verilişin sponsoru Art Decor. Verilişin sponsoru Happy Shop Ticarət Mərkəzi. Happy Shop xoşbəxt ailələrin alış-veriş ünvanı. Sevmeyim, necə sevmeyim, ben belə gözəli Allah necə sevmeyim. Onunla gül açır ömrümün yazı, onunla köklenip könlümün sazı. Bir yandan yüreğim elimin kızı, ben belə gözəli necə sevmeyim. Beni mecnun etti özünü leyli, bir kesi sevmedim ben ondan geyli. Beni mecnun etti özünü leyli, bir kesi sevmedim ben ondan geylim. Gördüm bu güzelin melodimi, ben belə güzeli necə sevmeyim. Gördüm bu güzelin melodimi, ben belə güzeli necə sevmeyim. Necə sevmeyim, necə sevmeyim, ben belə güzeli Allah necə sevmeyim. Benim bu dünyada amanım odur, tek Allah ilamım, gümanım odur. Can alayan bir bakışınla çekip el davra beni. Düşüp ay tektim ağlaya, eyleme yağmur beni. Bir de gel, bak o bakışta
Necə sevməyim, necə sevməyim. Mən belə gözəli necə sevməyim, necə sevməyim. Teşekkürler, teşekkürler. Tacir müəllim gəlib bugün. Nə xoş bizə ki, gözəl verilişdə, gözəl musiqilər dinləyəcəyik sizdən. İnşallah, inşallah. Bir daha xoş gəlmisiniz. Çox sağ olun, Aliyə xanım. Gününüz aydın olsun, əziz gözəl izləyicilərimiz. Artıq gördünüz ki, bugün nə xoş olacaqdı. Əlbəttə ki, verilişimiz, həyat tərzi artıq efirdədir və bugün burada gözəl nəğmələr səslənəcək Tacir Şahmalıoğlu'dan. Ümumdünya müsabiqələr laureatı, xalqın müğənnisi, xalqın artisti. Bizim, mən uşaqlıqdan sizi dinləyirəm. Nə xoş mənə ki, bugün verilişimizdəsiz. Bir daha xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Mənim üçün də çox xoşdur. Mən də bizi izləyən bütün izləyicilər, bütün tamaşaçılarımızı salamlayıram. Buradan sabahları xeyir olsun və hamısına cansal arzulayıram, uzun ömür arzulayıram. Qarabağ bülbülü dedi bu sözləri. Qarabağ bülbülü Tacir Şahmalıoğlu bugün bizim verilişimizdədir. Və əziz tamaşaçılar, mən Hacı müəllim gəlin. Bir balaca gecikmisiniz, xoş gəlmisiniz. Hacı müəllim keçin, zəhmət olmasa, keçin Mehriban xanımın yanına. Mən təbii ki, artıq anonslarımızdan bilirsiniz və biz efirdəydik. Burada Mehriban xanım yanımızdaydı. Mehriban xanım, xoş gəlmisiniz. Respublikanın əməkdar artisti. Mehriban xanım söz verdiyi kimi bugün 4-cü gün yanımızdadır, verilişimizdədir. Və bildiyiniz kimi bir sirr açılacaqdı burada. O proqramın sonuna yaxın mən bildim. Proqramın sonuna yaxın artıq efir vaxtımız çox az qalmışdı. Mən o sirri Mehriban xanımdan ala bilmədiyimdən mən yenidən onu bugün burada görmək istədim. Bugün sirlər açılacaq, bugün söhbətlər olacaq. 510-38-04 nömrələrinə zəng vurun. Sizin də sirriniz varsa bizə deyə bilərsiniz. Elə bax, telefonlardan deyə bilərsiniz. Dərdləşə bilərsiniz bizimlə. Çünki həm Mehriban xanım burada, həm Tacir müəllim burada, həm də bizim ictimai xadim Hacı Quliyev, eləcə də Elfara Ailəvi İstirahət və Əyləncə Mərkəzinin icraçı direktoru. Xoş gəldiniz. Sağ olun Lamiyə xanım. Siz verilişdən danışdınız, dünənki Bəli. verilişdə, keçən dəfə yarı qalan verilişdən. Bəli. İnanırsınız, bu Mehriban xanımı nə qədər xalq çox istəyir. Çünki bir gün olmayıb ki, həmin gündən bu günə qədər mənim telefonlarım susmayıb. Hamı deyir, Mehriban xanıma nə olmuşdu, nə açıqlama verəcəkdi. Deyirəm, inanırsınız, heç mənim öz xəbərimdə olmadı ki, Mehriban xanım hansı bir açıqlamanı Onu mən verəcək. aparıcı ancaq hiss eləyə bilərdim Bəli. ki, Mehriban xanım söz demək istəyir. Onu mən hiss elədim. Ona görə də mən bilirəm ki, sizə... Və nə dediniz? Dediniz ki, Mən baxsınlar dedim- bugün bizə. Mən də dedim ki, mən də çox marağındayım. Çünki Mehriban xanımla mən soruşdum, onda da göz yaşları ilə qarşıladı. Yəni, bir söz mənə də deməmişdi. Və mən də elə eyni cür məndə çox maraqlı oldu. Çünki bilirsiniz, Mehriban xanım mənim çox Bugün yaxın dostumdur. dərdləşəcəyik. Bəli, Bugün və mənə dərdləşəcəyik. də çox maraqlıdır onun problemi. Bugün söhbətləşəcəyik. 510-38-04 nömrələrinə zəng vurun. Sizin də sirriniz varsa aça bilərsiniz. Çünki sirlər çox qalmır. Əslində bir də görürsünüz ki, ürəyimizdən nəsə bir ağırlıq hiss edirik, nəsə bir çətinlik hiss edirik. Sən demə bir sir var, o da ürəyimizdə qalıb. Bəli, açılmayan sirlər də var ki, dostun sirri və ya elə bir sirdir ki, o açılmaz. Onu heç açmaq da olmaz. Heç onu mən də məsləhət görmərəm ki, məndə də elə sirlər var ki, dostlarımla bağlı və ya elə bir sirlər var ki, onlar heç vaxt açılmaz. Amma elə sirlər var ki, o özümüzə aiddir və o bizə yük verir, açmaq da olar, onda onu açırıq. Bugün danışacağıq, söz verdiyimiz kimi. Elə açılan da tək sirr olsun. Bizi incidən də tək sirr olsun, amma maraqlı sirlər açılsın. Açılacaq olan sirlər açılsın. Əgər o sirri ki açmaq olmaz, onu açmayın. Açmaq olan sirriniz varsa, açılabiləcək sirriniz varsa 510-38-04 nömrələrinə zəng vurun. Çünki bura həyat tərzidir. Həyat tərzinizi bizimlə dəyişəcəksiniz. Elə düşünməyin ki, bu gün çox, belə deyək, biraz negativliyə doğru gedəcək. Xeyr, bugün də pozitiv olacaq, rahat olacaq, yaxşı olacaq. Əksinə, sirlər açıldıqca ürəyimiz rahatlaşacaq. Mehriban xanım, xoş gəlmisiniz. Mikrofon açıqdır əslində, amma bu mikrofona danışaq. Buyurun. Xoş gördük bir daha. Aha, Xoş gördük bizi izləyən əziz daimi tamaşaçılarımız. tamaşaçılar. Həqiqətən də Lamiyə xanım, sizin verilişdən sonra artıq nə qədər insanlar
nə qədər insanlara belə bir səs yayıldı ki, görəsən nə sirr idi, nə sirr idi. Düzdür, mən həmişə demişəm ki, bəzi insanlar var ki, əşi, 1000 dənə fikirlər söylüyor, onlar mənə maraqlı deyil. Amma sadəcə mən sizin verilişindən istifadə edib məni sevən tamaşaçılarıma demək istəyirəm ki, çox sağ olun ki, mənə dəstəksiniz. Çox sağ olun ki, mənlənsiz. Mən baş əyirəm sizlərin qarşısında. Çünki çox insanlar mənə dayaq durdu. Çox insanlar elə bil ki, mənim dediyim sözü başqa tərəflərə yozmadı. Düzdür, bir-iki, belə deyək də, Lamiyə xanım, nədənsə mən bu şou əhli ilə işim yoxdur. Heç kəslə işim yoxdur. Sadəcə atmacı atırlar. Atmacı atını, amma mərdanə atın ki, mən cavabuzu verim. Gizlincən oradan, buradan atmayın. Sətir altı atmayın. Mənə söz atmayın. Mən buyam. Mənim hər şeyim üzdədir və xalqıma da deyirəm, gizlətmirəm. Niyə görə deyirəm ki, sabah biləndə deməsinlər ki, niyə görə bunu saxlamışdı? Əbəqəcə, məsələn, mən öləndə də rahat ölərəm ki, axı mən demişdim bunu. Başa düşürsünüz? Amma bəzi insanlar, şou əhli, sataşma mənə. Sataşmayın mənə. Məni rahat buraxın. Əl çəkin məndən. Mənim sizdə işim yoxdur. İnanın, mən yoruluram bunu demək. Daha cavab vermirəm. O insanlara bilirəm kimdən gəlir sözlər. Amma mənim sizlə nə işim var? Şounla mən birəm. Oturmuşam oturduğum yerdə də. Siz əməkdar artist, siz gözəl aktrisasınız, sizin öz həyatınız, öz işiniz. Amma mən sizə bir söz deyim ki, bu günlərdə açılan bu söhbət mən bilmirdim. Mən şəxsən bir aparıcıyam, televiziya işçisiyəm, 21 ildə efirdəyəm. Heç, yəni bilmədiyimdə elə bilirəm ki, hər şey bilirəm də, amma sən demə bilmədiyim sirlər də var idi ki, yəni o, mən Instagramda paylaşmışam, dünənki anonsumuzu. Altda yazıblar, yəqin ki, qızı ilə bağlı o sirri açacaqdı. O sir artıq açıldısa, o deməli sir deyil. Yəni, əslində, bugün bizim danışacağımız söhbətlər tam başqa söhbətlərdir və amma onu da bilmirdim Mehriban xanım. Bilmirdim. Amma mən sizə bir söz deyim. Söhbət bioloji anadan və ya siz onu böyütmüsünüz. Siz onun nazını çəkmisiniz. Siz onu ailə qrubu, siz onu ərə vermisiniz. Siz nəvə qazanmısınız. O artıq sizin qızınızdır. Siz çox, belə deyim, nə bilim, heç düşünməyin ki, o bacınızın qızıdır da, deyilmi? Rəhmətli bacımın qızı. Mən məsələn bilmirdim. Mən bilirdim Mehriban xanım, bilmirdim. Yəni indi mən indiyə qədər elə bilmişəm Mehriban xanımın qızı, doğma qızı olduğunu bilirdim. O barədə heç məlumatım yoxdur. Siz ona o qədər analıq eləmisiniz ki, biz hətta bu televiziya işçiləri bilməmişik ki, o sizin doğma qızınız deyil. Son bir kəlmə deyəcəm, onunla bağlayaq bu söhbəti. Çox xahiş edirəm Lamiyə xanım. Sadəcə o bəzi mənfur deyək də mənə qarşı olan bəzi düşmənlər var ki, cürbəcür yerlərə yozurlar, cürbəcür sözlər deyirlər deyə bu söhbətlər mən tərəfdən eşidilsəydi daha yaxşı olardı ki, mən sonda 27 ildən sonra mən bunu qərarı verdim ki, deyəcəm. Çünki qoy tamaşaçılarım bilsinlər. Və mən indi də özüm anayam. Ana da deyirəm özüm üçün. Və yaxşı da ana olmuşam. Çünki siz onu böyütmüsünüz. Bəli. Siz onun əziyyətini çəkmisiniz. Neçə yaşından böyütmüsünüz? 3 yaşından. 3 yaşından, əlbəttə ki. 3 yaşından. Əlbəttə ki. 3 yaşından böyütmüşəm. Və indi mən keçən dəfə dedim ki, indiki böyüyəm balacalar elə bilirəm ki, mən onları dünyaya gətirmişəm. Heç vaxtda ana olmamısınız yəni əslində? Yox. Həyat ərzində proqramımız davam edir. Əslində Mehriban xanım çox kövrəldi, amma biraz sonra söhbətlərimizi davam edəcəyik bu mövzuda. Əziz tamaşaçılar, verilişimizin sponsoru Elfara Ailəvi İstirahət və Əyləncə Mərkəzidir. Sponsorlarımız çoxdur, dostlarımız çoxdur. Mən buradan salamlayıram bütün dostlarımı, bütün sponsorlarımı, bütün kollektivlərini. Çünki liderlə dostluq edirlər Mehriban xanım. İllərdir bizlə dostluq eləyən şirkətlər var ki, doğrudan da həqiqi dostlulara. Elə belə dostu deyirsən, salam əleykum versin, 1-2 ildən sonra deyir, falan şey niyə belə eləmədin? Adamdan ayrılır, küsür. Bu dostlar illərdir bizdən dostluq edirlər. Amma Lamiyə xanım, siz dəyərli dostsuz.
Hə. Siz Elə özünüz də inanın ki, dəyərli dostsuz. İnanın o qədər sevinirəm Həm ki, Lamiyə xanım dəyərli dostdur, həm də Lider Lider kanalında o kanalı qədər doğmalıq və var ki, doğmadır yəni Lider insanı o kanalı. qədər belə çəkir özünə, insan sanki burada özün bir evində kimi hiss edir. Və Hacı müəllim dünən deyir ki, bəlkə mən gəlməyim. Mən necə deyirəm Hacı müəllim, siz necə gəlməyəsiniz? Elfara Ailəvi İstirahət və Əyləncə Mərkəzi, həyat tərzi verilişinin sponsoru. Mən danışıram, deyirəm, amma sizin dilinizdən siz gələndə bura o qədər sürprizlər edirsiniz tamaşaçılara. Tamaşaçının xətrinə də deyirəm ki, elə gəlin, mütləq gəlin, çünki tamaşaçı üçün xoş olacaqdır. Nə var, nə yox Elfarada? Yaxşıdır, hər şey qaydasındadır. İstirahət eləyənlərimiz var, Elfaraya gələnlər var. Bizim müraciət sözümüzü edənlər eşidib var. gələn varmı? Əlbəttə, sizin veriliş bilirsiniz ki, o qədər baxımlı bir verilişdir ki, hər zaman məhz ona görə biz məkanlardan məhz həyat tərzi verilişini seçirik. Lider kanalı, liderlərin Lider məkanını kanalında seçirsiniz. bəli, həyat tərzi verilişini seçirik. Çünki burada daha rahat olur insanlarla, tamaşaçılarla ünsiyyətə girmək. Daha rahat olur burada hər bir sözü çatdırmaq. Çünki tamaşaçı kütləsi o qədər böyüdür ki. Hər kəlməmizdən də deyirlər, ha, bax bu sözü deyir. Bəli, bu sözü. Ona görə o qədər o günü balıq kababından nə qədər danışdılar. Zəng vuran doğrudan əlbəttə ki, adətən deyirlər ki, balıq hansı aylarda olur? R hərfi olan. R hərfi Çox olan maraqlı aylarda, bəli. ənənə gedir də. R hərfi də var da oktyabr ayında, ona görə də. Qış aylarıdır, balıq Rahatlıqla mövsümüdür, balıq rahatlıqla yeyə balıq da yemək olar, rahatlıqla istirahət də eləmək, havalar da düzəldi. Amma mən sizə bir məsələ də deyim. Orada hava pisdə olanda o qədər gözəl olur. Orada dəniz mənzərəlidir, otaqlarımız dəniz mənzərəlidir. Tacir müəllim olmayıb orada, Nabran. Ailəvi, mənə bu gün yazıblar ki, Nabran. Nabran. Mən özümdən asılı deyil, yəni qoy tamaşaçılardan da üzr istəyirəm. Hə, Nabranda Ailəvi İstirahət və Əyləncə Mərkəzi. Elfara. Elfara bir tərəf dənizdir, bir tərəf meşədir. Tacir müəllimi zəhmət olmasa dəvət eləyin. Bəli. Xahiş edirəm, Yeri pul da gəlmişkən almayasınız. Tacir müəllim. O bizim sənətkarımızdır. Əlbəttə çox dəyərli sənətkarımızdır və yeri gəlmişkən mən Tacir müəllimi təbrik eləmək istəyirəm. Çünki dünən bir gün qabaq biz bir tədbirdə idi, təqdim etmə mərasimində idi. Tacir müəllim Sefos mükafatına layiq gördü. Yəni əlbəttə ki, birincilərin birincisi, bəli, çox təbriklər Tacir müəllim. Bir məsələni də deyim. Və orada Türkiyədən gələn xanım müğənni var idi. Hansı ki Tacir müəllim Hande Ünsal vardı. Hansı ki Tacir müəllim oxuyanda qollarını görsətdi və hamını təəccübləndirdi. Qollarını görsətdi. Tacir müəllim oxumağa başlayan kimi xanımın tükləri biz dururdu. Çünki o qədər Tacir müəllimin səsində o qədər məlahət, o qədər və sonda da çox möhtəşəm, gözəl bir konsert verdilər. Elza xanımın konsertidir. Tacir müəllimlə də orada çox gözəl musiqiləri oldu. Biz də feyziyab olduq. Əlbəttə Tacir müəllim sizi hər zaman Elfarada görməyə biz şadıq. Hər zaman gözləyirik. Bəli, elə bax elə bu 6-cı bazar günü, şənbə bazar günləri Ailəvi İstirahət və Əyləncə Mərkəzi olan Elfarada qiymətləri nəzərinizə çatdırmaq istəyirik. Niyə xüsusilə şənbə bazar deyirik? Çünki mən şənbə bazarı deyim, qalan günlərə Hacı müəllim cavab deyildi. Şənbə bazar günü. Əgər bir nəfər gedirsə Elfaraya, 3 dəfə yemək, 2 gündən söhbət gedir əziz tamaşaçılar. Həm şənbə, həm bazar günü. Gecələmə, 3 dəfə yemək, gəzmək, avtobuslar var da, xüsusi avtobuslar var. Bəli, yəni qrup şəklində gələndə, korporativ şəklində gələndə onlara biz avtobuslar təşkil edirik və turlar təşkil edirik. O da o məbləğin içinə daxil. Tur, gəzinti turu. Amma qarışdırmasınlar. Çünki bir də görürsünüz, Lamiyə xanım, bir nəfər gəlir və deyir ki, məni gəzdir. Siz də balaca maşınlardan verin, qoy getsin tək şəkildə. Yəni biz onsuz da qonaqlarımız da bilir, müraciət edənlər bilirlər ki, biz hər kəsə fərdi xidmət göstərməyə hazırıq və hər kəsə fərdi xidmət göstəririk. Amma qrup şəklində olanda daha bizim imkanlarımız geniş olur. Ona görə yəni o servisi daha əslində də bax bu fəsildə, bu gözəl fəsildə, əslində yayda hamı istirahət eləyir. Amma bu fəsildə istirahət yeri, məkanları tapmaq çox çətindir. Elfara qapılarını açıb üzümüzə və bu fəsildə təkcə gedib istirahət eləmək olar. O bir
birdən yağış yağır, birdən Yesentükə oxşuyur, Nabran. O qədər Birdən gözəldir Ləman günəş xanım. çıxır, Bəli. birdən Dənizə isti baxırsan, olur. dəniz gah belə o şıltaqlıq Coşur, ilə gah da coşur, sakitdir. gah sakitdir. Bax bu məkana tək getməyin mənası nədir əslində? Bura mən neçə gündür verilişlərdə deyirəm ki, hamı yığılın, qohum, əqrəbə, dostlar, uşaqlar, ailə, mütləq gedin. Villalar var, 3 mərtəbəli villalar və burada qalmaq üçün 2 gün, şənbə, bazar günü bir yerdə 120 manat bir nəfər üçün təşkil edir. Bax saydığım o əyləncələr, gəzintilər və 3 dəfə yeməklə birgə 120 manat. Bizsə tək getməyəcəyik. 2 nəfər, 3 nəfər gedəndə, yəni üst-üstə gəlin və baxın. Və veriliş uzunu telefon açan hər bir tamaşaçıya 10% endirim olacaq. Yəni telefon açdınızsa, rezervasiya elədiniz, yer sifarişi elədiniz, 10% endirim də sizin olacaqdır. Odur ki, nə olar ki, fəsil dəyişib, nə olar ki, işləyirik. Ən azı 5-ci günlər, cümə günləri axşam 6-dan sonra yollan 1 saatlıq yoldur, 1 saat yarımlıq yoldur. Bir saat Və yarım. gedərkən də yolda o qədər rahat, həm yolu rahatdır, həm gəzintisi rahatdır. Dayanıb Xaçmazda bir çay içəcəksiniz, biraz sonra bir dənə də çay içəcəksiniz və çatacaqsınız. Gəzə-gəzə gedirsən, yəni bu bir istirahətdir, deyilmi? Lamia xanım, Bəli, olar bilirsiniz. əlbəttə ki. Mən ümumiyyətcə həmişə bizdən asılı olmur da. O məsələn el şənlikləri görsən ki, elə çoxu Qubaya düşür, Xaçmaza Bəli. düşür. Ya Nabranın özünə də düşür. Gedirik. Yayda bu bəlli məsələdir ki, Hamı istirahət eləyir. təbiət gözəl olur, yamyaşıl olur, hər şey gül, çiçək. Hacı mənim gün o gün Amma- olsun Ağdama gedək, Laçında İnşallah, istirahət inşallah. eləyək, Şuşada istirahət İnşallah. eləyək. İnşallah. Sizin səsiniz gəldi, o belə deyək də o gözəl məkanlarda istirahət eləyək. Sizin səsiniz gəlir, o dağda O gözəl yaylaqlara o gedin, yaylaqda O gün oturub, Allah bizə qismət körpə vaxtı. eləsin. Bəli. Yəqin ki, Qarabağda olmayanlar var da, Qarabağı bilmirlər Olmayanlar ki, o var, nədir. bəli. Onda onlar bilər ki, cənnət nə Cənnət, deməkdir. Bax, bəli. onda biləcəklər. Mən amma nəyi demək Aha. istəyirəm? Qışda elə prirodaya getməyin daha bir ləzzəti var. Ləzzəti tam başqa. Allah hamd olsun. Mən Hacı, bir də getmişəm, biz- dəfələrlə görmüşəm. Toya gedəndə axşamla qayıtmayın. Quba yaxındır, qayıtmaq Bir siz də qayıtmayın. görürsünüz Gedin hava oradan yaxşı Elfarada olur. Düz qalın. dənizin qırağında biz tonqal qalırıq. Orada gitara olur. Orada insanlar otururlar və O özləri iş üçün olur. Balıq düz- kebabı. Balıq kebabı olur. Balıq kebabı əslində menyumuzda yox idi. Lamiyə xanım onu saldırdı bizim Menüyə menyuya saldırmışam. Bu fəsildə Yeməyin balıq özü də bax Bəli. bu indiki hava Havanın insanı yeməyidir. yedizdirir. Bəli, bəli. Amma o vaxt isti olanda insan o qədər də yemək. Sizə olmaz çox yemək. Elfar Ailəvi İstirahət yemək Əyləncə qurtarmışam. Mərkəzi Həyat Tərzi verilişinin sponsoru. Elfaraya gedin, istirahət edin. Biraz sonra yenə də bu haqda danışacağıq. Mən isə daha bir dostumuzu yada salmaq istəyirəm. Dəniz Mebel salonu. Hacı müəllim hər dəfə gələndə deyir, yerim çox rahatdır. Balışlar çox rahatdır. Əlbəttə ki, Hacı müəllim, Dəniz Mebel salonu Həyat Tərzi verilişinin sponsoru Dəniz Mebel evlərimizin ən seyrələyici güşəsidir. Zəhmət olmasa Babək prospektinə yolunuzu salın. Amma təkcə şənbə bazar günləri deyil. Hər gün gedə bilərsiniz. Axşam 8-ə qədər Dəniz Mebel salonunda bütün kollektiv hər kəsin yolunu gözləyir və qulluğumuzdadılar. Belə ki, istədiyiniz bax, xarici ölkələrdən gələn bütün mebel dəstləri, yeni kolleksiya, sərgilərdən gələn, xüsusilə İtaliyadan, Rumıniyadan gələn, Türkiyədən gələn, sərgidən gələn yeni kolleksiya mebel dəstərimiz var ki, o mebel dəstərini də mütləq sizə göstərməyimiz lazımdır. Bax, artıq görürsünüz. Həyat tərzi deyəndə Lamiyə Bəli. xanım, insanın ağlına ilk fikir gəlir ki, yenə gedib mən o rahat divanlarda Rahatlığını. oturacağam və o rahatlığı yenə Həm də rəng, həm bəli, rahatlıq. həm rəng, həm rahatlıq. Rəng də çox vacibdir. Mehriban xanım mənə razılıq verər və Bu gün məndən xüsusən də razılaşar. o divan rəngində Rəngində, mən bəli. qalstuk taxdım. Çox gözəl. Dəniz məbilə dəstəyi Çox var. gözəl və görürük mebel dəstlərimizi. Bu mebel dəstləri inanın ki, həm rahatlığına, həm keyfiyyətinə görə çox seçilir. Çatdırma, quraşdırma pulsuzdur. Dizayn xidmətləri pulsuzdur. Telefon açın, vaxtınız yoxdur. Telefon açın, dizaynerləri dəvət edin evlərinizə. Onlar gəlib sizə kataloqları gətirib, kataloqla bu gözəl mebel dəstlərini sizə təqdim edəcəklər. Xüsusilə rəngi sevən xanımlar və bəylər, cehiz almaq istəyən xanımlar və bəylər, mütləq yolunuzu Dəniz mebeldən salın. Çünki həm hörmət, həm keyfiyyət, həm gözəllik, həm də ucuz, normal, rahat cibimizə uyğun olan qiymət elə Dəniz Mebel salonundadır. Gedin Dəniz Mebel salonuna, mebellərdən yaxından görün. Sifariş edəcəksiniz 15 gün ərzində o sifarişlər yerinə yetiriləcək. Dəniz Mebel salonunda endirimlər 3-1 kampaniya davam edir, endirimlər davam edir, mövsümə uyğun və ən gözəlini orada görəcəksiniz. Qonaq yataq yumşaq dəstə alan hər bir kəsə çox bahalı hədiyyələrimiz var və ümumiyyətlə Dəniz Mebel salonuna yolunuz düşsə mütləq məni də yaddan çıxartmayın. Deyəcəksiniz, Lamiyə deyib gəlmişəm.
Bax, onda ən gözəl endirimlər elə o vaxt olacaqdı. Belə, Mehriban xanım, amma bir dənə kövrəlməyin. Söz arası, yəni söhbət arası qızınızın adı nədir? Aysel. Aysel. Allah Ayseli saxlasın. Allah onun Amin. balalarını saxlasın. Amin. Və mən biləndə ki, reklam arası danışdıq və mən biləndə ki, 3 yaşından Ayselə siz baxırsınız və Ayselin sizin bacınız rəhmətə gedibdi. Mən bunu deməyə də bilərdim, amma inanın ki, bir neçə gündür bizim o sir söhbətindən sonra o qədər gündəm, belə səsküylü gündəm, saytlar müraciət eləyib. Bu sirri artıq saytlar yazdı. Amma inanın daha bir sirrimiz var. Mən onu sonda deyəcəm. Mən onu elə o günləri bildim, amma efirdə demədim ki, bugünə saxlayırdım. Həmin günü Mehriban xanım kövrələndə bildim. Siz heç kimin sözünə baxmayın. Siz heç kimə qulaq asmayın. Sonda deyəcəm bu sirri, açacağım sizə. Və biz, inanın ki, biz tamaşaçılar, biz televiziya işçiləri qoymarıq. Yəni, kim sizin yolunuzu kəsir? Onun elə Allah özü yolunu kəsəcəkdir. Bax, bu haqda bu söhbəti sonra mütləq davam eləyəcəyik. Amma mən heç istəmirəm ki, siz kövrələsiniz və bugün söz vermişəm ki, kövrəlməyəcəyik. Amma qətiyyən narahatçılığa heç bir ehtiyac yoxdur. Belə, buyurun Taci müəllim. Bəli. Bayaqları Mehriban xanım mənim çox sevdiyim, çox istədiyim bir insandır. Həmişə onu mən efirdə də izləmişəm, belə də məclislərdə də oluruq, bir yerdə çəkilişlərdə də olmuşuq. Bəli. Ona çox böyük simpatiyam var. Tək mənim yox, mənim ailəmin ona böyük simpatiyası var. Sözü Çox üzə istəyirəm deyən, onu. Bəli. düzünü danışan, ədalətli, vicdanlı bir Bayaqları xanımdır. Mehriban xanım bir söz dedi ki, bax, məndən nə istəyirsiniz? Sizinlə mənim işim yoxdur. Bəli. Amma bir aura yanıb insanlar arasında. Burada Hamıdan nəsə istəyirlər. Sənin üzündə gülür. Sənə qurban olaram, sənə can, sən mənim ürəyimsən. Səhər seçdən ki, həmən adam sənin arxanda başqa bir şey danışıb. Bax, mən dəfələrlə ona rast gəlmişəm. Mənə belə çox interesli gəlir ki, bu nədən ola bilər ki? Və son zamanlar belə Bu olur. insan mənim üzümə qarşı deyir, sən mənim ürəyim qurban, sən mənim qardaşımsan. Yəni, sən beləsən. Amma səhər eşidirsən ki, tamam, sən əksinə sən dalında bir şey, ayrı bir nəsə. Hacı müəllim, yəqin razılaşarsınız ki, son zamanlar insanlarda səmimiyyət itib. O əvvəlki səmimi insanlar var idi. Bəli, çox. Deyirəm, insan nədən o qədər mübarizə aparırsan ki, həyatından, o qədər bu mübarizələrin içində olursan ki, insan mənəvi də yorulur, fiziki də yorulur, beyin də yorulur. Və o bir də görürsünüz ki, hər hansı bir kəndə gedirsən, oradakı o insanların səmimiyyətini görəndə adamın İnanın ki, ruhu dincəlir. Bax, bu səmimiyyət, o kəndlərimizdə olan səmimiyyət o tərəflərdə qalıb. Amma bugün bizim Mən xüsusilə salam göndərim yoxdur. də, icazə verirsiniz, deyəcəm niyə. Telli xanım Borçalıyam. Zəng eləmişdik, telefon açmışdıq. Telli xanım çoxdan da lider televiziyasında yoxdur. Dedi ki, Telli xanım, birinci gün olacaq, Telli Borçalı olacaq birinci gün burada, nələr açılacaq. Dedi ki, Gürcüstandayam. Sənə qurban olum, bəs buradayam, uzaqdayam. Mən də zəng eləmişdim. Mənə dedi ki, bilirsiniz necə lider televiziyasını izləyirlər? Yəni, o hələ o məkandadır da, Gürcüstandadır. Dedi, necə baxırıq sizə? Həyat tərzinə, tezdən oyan verilişinə, bizim Nuranə xanımın verilişinə, çıxış yolu verilişinə, necə baxırıq? Mən dedi, getmişəm, o biraz işləri var idi, ora gedibdi. Hamıdan oradan səsi küyü gəlir, evdən hamı salam göndərir. Necə baxırlar bizə? Lider televiziyasını izləyirlər. Bütün dünya izləyir lideri. Lider televiziyasını hər yerdə izləyirlər. Düzdürmü Həcm müəllim? Əlbəttə, Lamiyə xanım, dünyanın harasına gediriksə, biz bilirik ki, lider oradadır. Yəni, hansı oteldə biz qalırıqsa, harada oluruqsa, mütləq bilirik ki, Azərbaycan haqqında məlumatları biz lider televiziyasından alırıq. Bu da bizi həmin ölkədə bizi darıxmağa qoymur. Çünki liderimiz oradadır və lider televiziyası oradadır. Biz də izləyirik bütün ölkəmiz haqqında da. Və liderin artıq mən sizə deyərdim, son zamanlarda o çox surətli ki, inkişafı var. İnkişaf dönəmin yaşayır lider televiziyası və yeni sezona, yeni proqramlarla girdi. Hər biri də bir-birindən maraqlı. Mən keçən dəfə də qeyd etdim ki, hələ yeniliklərimiz olacaq. Keçən dəfə mən o sizin Instagramda lider anonsu mən qeyd etdim. Hərdən verin uşaqlar, verin, göstərin bizim onu versinlər, çünki bizim Instagram tamaşaçılarımız
müəssisələrimizin. Instagram sevərlər də orada izləsinlər lider anonsu. Orada bir-birindən o qədər maraqlı verilişlər var ki, yəni insan istəyir ki, elə bütün günü səhərdən axşamacan evdə otursun, ancaq lider televiziyasına lider televiziyası bəs elə olmalıdır da. Oturun evdə olarkən, bax havalar soyuqdur, nə edirsiniz? İş yerində, ofisdə, evdə, harda olursunuz olun, maşında belə lider televiziyasını açın, kanalı və bizə baxın, çünki lidersiniz. Aha, telefon xəttində Günel xanım var. Günel xanım, salam aleyküm. Salam Lamiyə xanım. Necəsiniz? Çox sağ olun. Siz necəsiz? Yaxşıyam. Buyurun. Salamlayıram sizi də, qonaqlarınızı da, Tacir bəy, Hacı bəy salamlayıram. Mehriban xanımı xüsusilə salamlayıram. Çox o mənim yaxşı edirsiniz. canımdır, o mənim gözümdür, O gözəl mənim xanımdır. ürəyimdir. Mehriban xanım, Bəli. Cünkadır, sizin Cünkadır danışan. Buyurun, buyurun. Mehriban xanım çox kövrəlib, çox deməyin, indi bu O dəqiqə mənim ağlayacaqdır. səsimi hər zaman eşidəndə o kövrəlir. Bəli. Mən onu çox sevirəm. Mehriban xanım, dünən axşam sizinlə danışdım. Dedim, bugünkü gündə mən sizin verilişə baxmayacağım. Xahiş elədim ki, Lamiyə xanıma deyin ki, sabah verilişə getməyim, mən evdə olmayacağım, baxa bilməyəcəm. Amma iminli sizə görə bugünkü önəmli bir günümdən keçmişəm. Yalnız sizə görə ki, bugün o proqrama mən baxmalıyam. Çox sağ olun Günel xanım. Biz Mehriban xanım, sizi sizi sevənlər alqışlayırıq. var. Əlbəttə. İnanın ki, sizi çox sevir sizin fanatlarınız. Sizə gülü salam deyir, sizə sevinç salam deyir. Sizə mən qucaq dolusu sevgimi, salamlarımı... Mehriban xanımı incidiblər biraz. Mehriban Çox xanımı sevirəm. incidiblər. Mehriban xanım küsüb. Siz bilirdinizmi ki, Mehriban xanım getmək istəyir? Bilirdinizmi? Mehriban xanım bizi tərk edib heç bir yerə getməsin. Bəs elə heç bizim yerə söhbətimiz də qoymarıq onu hələ getsin. bundan sonra başlayacaq Mehriban xanımla. Buyurun. Getməyəcək. Mehriban Biz fanatlar xanımın- onu qoymayacaq ki. Mehriban Biz onu Çox sevirik. təşəkkür eləyirəm. Çox sağ olun Çox Günel sağ xanım. olun. Çox üzr Öpürəm sizi. istəyirəm. Ağlamayın heç bir zaman. Ağlasaz da hər zaman sevincdən ağlayın. Çox təşəkkürlər Günel xanım. Çox sağ ol. Çox Lamia sağ ol xanım, Günel bax, bir- xanım. Həyat tərzində proqramımız davam eləyir. Bu aralar mən Melisa Qrupdan danışmaq istəyirəm əziz tamaşaçılar. Melisa Qrup bizə evlər təklif eləyirlər. Deyirlər ki, evsiz qalmayın. Kiraya qalan insanlar da qoy ev alsınlar, aylıq pulun ödəsinlər və ən əsası sonda o mənzilin sahibi olsunlar. Melisa Qrupda yeni kampaniya başlayıb. Bəli, mən deyirəm axı, həyat tərzindən hər zaman sizə yeniliklər təqdim edəcəm. Və tamaşaçıların xeyrinə, bizim xeyrimizədir hər bir şey. Belə ki, Melisa Qrupun layihəsi olan Melisa Park təmirsiz, yeni, yəni bax yeni evlər və tam təmirli mənzilləri həm nəqd, həm də sərfəli ipoteka şərtləri ilə sizə təqdim edir. Yəni bu evləri biz həm nəqd ala bilirik, həm ipoteka şərtləri ilə. Belə də ki, həm təmirsiz evlər var, həm də tam təmirli evlər var. Bunlar hamısı sizin üçündür. Hazır olan mənzil əldə etmək üçün ilkin ödəniş 10%-dir. Bəli, 10% ilkin ödənişlə siz hazır olan mənzil əldə edə biləcəksiniz. Tikilməkdə olan binada qabaqcadan mənzil əldə etdikdə isə ilkin ödənişsiz və ya ilkin ödənişlə bu sizdən asılıdır. Yəni adam var ki, Tacir müəllim deyir ki, mənim evdə 10 minim var. Mən ilkin ödəniş eləyim də, yəni onun özünə xeyirdir. Yəni adam var ki, deyir pulum yoxdur. O başqa, artıq pulu olmayanlar ödənişsiz və ya özləri istəyirlər ödəniş eləmək, buyursunlar, eləsinlər. İlkin ödənişsiz və ya ilkin ödənişlə manatla 20 il müddətinə tək şəxsiyyət vəsiqəsi ilə zaminsiz, arayışsız, neçə olsa ayda yaxşıdır. Bilirsiniz, mən bu kampaniyadan öncə zəng elədim, telefon açdım və xahiş elədim Melisa Qrupdan ki, qiymət məndən soruşurlar. Televiziyaya zəng etdilər, ayda nə qədər verməliyik pul? Bunu mən dedim ki, heç olmasa bunu bizə göndərin və biz bilək. İndi ayda nə qədər olsa yaxşıdır? Ayda 269 manat. Bəli, 269 manatdan başlayan qiymətlərlə biz sizə Melisa Qrupdan ev təqdim edirik. Bütün mənzillər çıxarışla, yəni kupçayla, texniki pasportla, isti soyuq suyla, mərkəzi isitmə sistemi və qazla təchiz olunub. Layihələrimiz və ofisimiz 20 yanvar metrosu stansiyasının yaxınlığında yerləşir.
Hüseyn bəy Zərdabi 92A ünvanında Performans Centrin yaxınlığında və əlavə məlumat üçün əziz tamaşaçılar Ulduz 3939 və ya 050 240 39 39 nömrələrinə zəng vurun. Yəni mobil telefonlarla Ulduz 3939-dan da məlumat ala bilərsiniz. İnternet saytında isə Rahat İpoteka kalkulyatoru və mənzillərin layihələri var. Budaki ünvan www.melissapark.az. Bu da internet saytımızdır. Bax, bugün sizə tam ətraflı məlumat verdik. Yəni, ayda 269 manatdan başlayan aylıq pul ödeyə bilərsiniz. Bundan gözəl heç bir şey ola bilməz. Bravo Melissa Park, Melissa Group. Və ən əsası, nə yaxşı ki varsınız və bizim tamaşaçıları düşünürsünüz. Evsiz qalmayın. Melissa Qrupa müraciət eləyin. Qoy sizin eviniz olsun. Belə. Mehriban xanım, deyirlər ki, siz böyük, mənə bax, bu sözləri qulağıma deyirlər, bilmirəm nə baş verir. Redaktorumuz deyir ki, siz böyük insansınız və bağışlayan insansınız. Nəyi bağışlamalıdır Mehriban xanım, Röşən? Qonağımız var, amma nəyi bağışlamalıdır? Aysel xanım durub gəlib efirə. Qızınız gəlib efirə. Qızınız gəlib, buyurun. Aysel xanım hardadır? Bu tərəfdən. Gəlin, Aysel xanım gəlib efirə. Xoş gəlmisiniz. Mən deyəsən sizi ağıllı başlı kövrətmişəm. Aysel xanım gəlib efirə. Buyurun. Buyurun, gəlin. Əyləşin, zəhmət olmasa. Və Aysel xanım deyir ki, mən onun qızıyam və mən onu o qədər çox sevirəm ki. Aysel, Allah səni var eləsin, balalarını saxlasın. Sən gör neçə ildir mama səni saxlayır. Saytlar yazdı, əslində bu məsələni siz qabartdınız, jurnalistlər, biz jurnalistlər qabartdıq. Amma məncə çox xoşdur. Aysel, mikrofon verim. Danış hisslərini, hardan gəldin, nə yaxşı gəlmisən? Yaxın tut mikrofonu. Çıxıb gedirəm. Aha, mikrofonu dəyişək. Dedi, çıxıb gedirəm, ona görə də... Amma mən razı olmaram getsin. Çünki bir var, deyir ki, şərt doğan deyil, saxlayandır. O sənin xalandır, həm də anandır. Həm ana, həm ata, həm nənə, həm baba olub o mənə. Kim də nə deyir desin. Mənə o qədər şey deyil o. Yəni, eşitdiniz, bu saytda bu xəbər çıxanda siz artıq bilirdiniz. Kim demişdi sizə öncədən? Özü. Özü açmışdı. Nə demişdi? Əslində, bayaq dedik ki, telefon xəttinə qoşaq, dedi ki, istəmirəm. Kövrələr, pis olar, həm də ana olacaqsınız bu yaxınlarda. Neçə uşaq var? 3. Biri də olacaq. Biri də olacaq. Allah saxlasın. Mən arzu edirəm ki, Aysel, sən uşaqlarına bir ömür boyu ana olasan və uşaqlarını Allah sənə çox görməsin, nəvələri Mehriban xanıma Allah çox görməsin və mən düşünürəm ki, atalı-analı böyüsün sənin balaların, amma Mehriban kimi ana olasınız. Bax, belə ana olasan balalarına, sən Mehriban xanım nə qədər sənin əziyyətini çəkibsə, mən... Mehriban xanım çox güclü qadındır. Yəni Çox bu güclü gün Mehriban qadındır. xanımın həyatda küsməyə haqqı yoxdur. Çünki Məncə onu də. sevən yüzlərlə, milyonlarla insan var. Onu sevən qızı var, onu sevən bizlər var. Əslində sirri Mehriban açım xanımın sizə. Heç bir vaxt küsməyə haqqı Mən yoxdur. sirri açmaq istəyirəm sizə. Əslində sirr o idi ki, Mehriban xanım doğrudan da gedəcəkdi, doğrudan da getmək istəyirdi. Mehriban xanım dedi ki, məni bir neçə seriallardan çıxardıblar. Yəni dəvət alıbdı, gedibdi, bilibdi ki, çəkiləcək seriallara oradan çıxardıblar. Deyir, xəbərim yoxdur, niyə? Nədəndir bunları mənə eləyirlər? Verilişlərə dəvət alır, görürsən ki, deyirlər, hələ ki gəlməyin. Rollar alır, birdən hər şey hazır, hər şey rahatının ortasında məlum olur ki, yox, yorulubdur. Deyir ki, pislik eləyənlərim çoxdur, yorulmuşam deyir. Yəni, əslində də mən bayaq, nə yaxşı da ki dedim, Aysel, nə yaxşı da ki sən gəldin. Əslində də bayaq dedi ki, mən gedəcəyəm və and içdi. Biz öncədən söhbət elədik. Mən dedim, mən onu axırda deyəcəm tamaşaçılara. Buyurun. Mənim də bir böyük bacım var. O da bizdə ata bir ana ayrıdır. Amma Allaha and olsun
yəni bizdə ögeylik hiss olunmur. Yəni onu heç kim hiss edə bilməz. Ən böyük bacımız Zöhrə. Mən tək mən yox, bütün qardaşlarım, bütün bacılarım onu özümüz qədər çox sevirik. Bəlkə də siz bilmirsiniz Mehriban xanım. Amma o ögeylik söhbəti o heç nə Həm də xaladır. yox, bu Xala əslində 3 ana yaşından bu əvəzidir. insanı o saxlayıb. Orada o ögeylik götürülür aradan. Vallahi mən belə bilirəm. O onun doğma qızıdır. Ana yoxsa xala heç fərq eləməz ki. Həm də görürsüz xanım bu Xala, vaxt bu indiki- vəziyyətində durub oradan Oradan gəlib bura o ki, qorxubdu ki, doğrudan gedəcəkdi. Mehriban xanım siz getsəz var ha. Bizim ürəyimizdə bir boş yer qalacaq. Boş yer qalacaqdı Əlbəttə əlbəttə sənət ki. adamları Biz çox sizi o qədər həssas olurlar. sevirik, o qədər çox istəyirik. Sənət, incəsənət adamlarımız çox həssas olurlar və onların qəlbini dəymək olmaz. Çünki onların qəlbinə dəyəndə onların sənətinə toxunmuş olurlar. Ona görə Məncə Tacir müəllim bir mahnı oxusun. Biz burada biraz daxili söhbət eləyək. Tacir müəllimdən gözəl bir nəğmə gəlsin. Biz də söhbət eləyək. Ağrılarım, acılarım dinmeyip sen gidenden bir gün yüzüm gülmeyip o dünyanı gören gözüm görmeyip yolun düşse bu dünyaya bir de gel. Bilirəm ki gittiğin yol uzaqdır. Her bayramım bir teledir tuzaqdır. Her bayramım bir teledir tuzaqdır. Sen gidenden ev eşikte sazaqdır. Sen gidenden ev eşikte sazaqdır. Yolun düşse bu dünyaya bir de gel. Yolun düşse bu dünyaya birden gel. Gündüzlerim döndü gece oldu gel. Zavallığım yavaş yavaş soldu gel. Senden sonra dünya bomboş kaldı gel. Yolun düşse bu dünyaya bir de gel. Yolun düşse bu dünyaya bir de gel. Duman çekip yollarımı görmürəm. Ne müddettir danışmıram, gülmürəm. Gittiğin yer her necedir bilmirəm. Yolun düşse bu dünyaya bir de gel. Bilirəm ki gittiğin yol uzaqdır. Her bayramım bir teledir tuzağıdır. Her bayramım
bir teledir tuzağıdır. Sen gidenden ev eşikten sazardır. Yolun düşse bu dünyaya bir de gel. Yolun düşse bu dünyaya bir de gel. Yolun düşse bu dünyaya bir de gel. Gündüzlerim döndü gece oldu gel. Çabalığım yavaş yavaş soldu gel. Senden sonra dünya bomboş oldu gel. Yolun düşse bu dünyaya bir de gel. Yolun düşse bu dünyaya bir de gel. Gündüzlerim döndü gece oldu gel. Çabalığım yavaş yavaş soldu gel. Senden sonra dünya bomboş oldu gel. Yolun düşse bu dünyaya bir de gel. Yolun düşse bu dünyaya bir de gel. Çox təşəkkür edirəm Tacir müəllim. Mən burada bu dəqiqə bildiyim bir şey deyəcəyəm. Sir nə edəsində? Mehriban xanım elə öz qızından küsmüşdü. Əslində də neçə vaxt da ana bala bir balaca incimisiz deyəsən. Əslində də qızımız eşitdi ki, doğrudan da Mehriban xanım getmək istəyir və dərhal bizim də xəbərimiz olmadan, inanın, birdən elə bilərsiniz ki, biz bunu burada özümüz həll eləmişdik, bilirdik. Yox, bax, mən bilmirdim. Bax, gördüyünüz kimi, əgər bir şey olsa birinci mən bilərdim. Mənim xəbərim yox idi, nə baş verirdi. Mənim birdən... Çünki bayaq Aytaç xanım yaxınlaşdı, dedi ki, Hə. canlı bağlantıya qoşaq qızı ilə. Bəli. Mehriban xanım heç kimlə razı olmadı. Hə, istirdik canlı bağlantını istirdik eləyək, amma Mehriban xanım razı olmadığından biz fikirləşdik ki, yəqin istəmir. Amma sən demə burada məsələ ona görə küsmüşdü. Ən əsası öz balasından küsmüşdü. Ona görə də Mehriban xanım barışdınızmı Mehriban xanım? Mehriban xanım, bir söz deyim sizə. Siz elə bilirsiniz ki, getsiniz, dayana bilərsiniz orada. Hiçbir gün də dayana bilməzsiniz. Valla, sizin ürəyiniz ondadır. Niyə küsmüşdüm amma? Elə onun da ürəyi sizdədir. Allah sizi bir-birinizə çox görməsin. Niyə küsmüşdü sizdən? Aysel, Efirdən gedən o söhbətlərə görə. efirdə. Bax, əslində də bu söhbətləri də əslində biz, yəqin ki, biz jurnalistlər, yəni bir balaca qabartdıq, saytlar qabartdı və görürsünüzmü, bir ailəyə az qala ziyanlıq vuracaqdıq, yəni. Doğrudan da. Hara gedirdiniz? Biz sizi buraxarıqmı? Elədiyimiz səhifə özümüz də düzəldərik. Yəni bu əslində bu xəbər doğrudan mən deyim ki, məni çox pis elədi, çox narahat oldum. Amma nə yaxşı siz bir gün gəldiniz bura, yoxsa mən ona yəqin ki, özümə bağışlamazdım. Bu xəbərlərdən nə oldu problem? Nə təsir eləmişdi sizə, yoxsa? Görürsünüz, belə. Əsas barışdınızmı? Nə yaxşı gəldiniz? Nə yaxşı Aysel xanım gəldi, yoxsa mən də axıra qədər bilməyəcəkdim nə baş verir. Buyurun, yaxın tutun mikrofonu. Mən də bu 9 milyon əhalinin qarşısında nə etmişəmsə amma hər şey üçün üzr istəyirəm. Yəqin nəsə etmisən. Mən qəlbinə mi dəymisən? Mehriban xanım, 9 milyon tamaşaçının qabağında, qarşısında Aysel üzr istədi. Bağışladınızmı? Bağışladınızmı? Bağışlamamaq olmaz, o günahdır. Bağışladınızmı mikrofona? Danışın bir kəlmə, nə olar? Bugün siz heç danışın. Mən istəyirəm siz danışasınız əslində. Nə oldu? Birinci onu deyim ki, bağışlayan Allahdır. Və hər kəs mənim ürəyimi bilir. Çox yaxşı bilir. İstəyir sənət dostlarım, istər aparıcılar, ən çox da ki, evdəkilər. Və belə bir şey deyək, Lami xanım tək bu deyildi, mən çoxdan çıxıb getmək istəyirəm.
Bu da qarışdı ona. Bir film var. Üst-üstə gəlibdi. Mənim oynadığım, Allah Şahmara rəhmət eləsin, qəni-qəni. Nuriyə xanımla Nuriyə desən xanıma da Allah oynamısınız. rəhmət eləsin. Allah rəhmət eləsin. Orada bir cümlə var, otururuq. Nuriyə xanım deyir ki, hara gedirsən? Mən sadəcə bunu dedim orada. Çıxıb getmək istəyirəm buralardan. Çox yorulmuşam. Lami xan, mənə deyən zərbələri siz bilsəz. Göydə Allahım, yerdə prezidentimizə minnətdaram ki, mən bu şəhərdə yaşaya bilirəm. Sadəcə prezidentimə minnətdaram. Yəni, o olmasa, məni inanın ki, didərlər. Özləri yola salarlar. İnanın. Allah sizə can sağlığı versin. Heç yerə getmək yoxdur. Gülxan, xoş gördük. Xoş gördük Silamiyə xanım. Necəsiz? Sağ olun, yaxşıyam. Hamı maraqlanır, hamı arıqlamaq istəyir. Deyirlər ki, yeyə içə, amma arıqlayaq. Bəli, bizim kriolipoliz aparatı Bakıya səs salıbdır. Arıqlayanlar bildiyiniz kimi çoxdur, uğurlarımız çoxdur. Ona görə xanımlar, kilolu xanımlar müraciət etsinlər kriolipoliz aparatına, yəni ultra ice lipo yöntəmi də deyə bilərlər. Bu aparatın özəlliyi ondadır ki, ağrısız, acısız, əməliyyatsız, kəsiksiz bir əməliyyatdır. Vakuma doldurulur həmən qarın piyləri, tək qarın yox, yəni harda piy varsa, bəli, hansı bölgədə, ona görə buna bölgəsəl zayıflama deyirlər türklər. Vakumlanır piylər, sonra da soyuq hava ilə apoptoz olaraq dondurularaq əridilir. Amma bunu mütləq 3 litr su içməlidirlər ki, həmən o piylər bədəndən təbii yolla ifraz olunsun. Yəni sidikdir, nəcizdir, tər vasitəsilə bədəndən çıxa bilsin bu ərimiş piylər. Nazilə xanım artıq prosedurları bitirdi. Nazilə xanım super, Nazilə xanım çox gözəl bir fit bədən alıb, fit bir figuradadır. Yəni özü də razıdır, özü istədiyi kimi nail oldu istədiyini. Bu aparatda arıqlayırıq. Burada problemimiz yoxdur. Arıqlayandan sonra keçirik bu birisi aparat. Bu cihazın adı radiofrekans cihazıdır. Yəni ki, kriolipolizdən sonra bədəndə olan korreksiyanı bu ütü aparatı ilə yerinə yetirdik. Xüsusilə kimlər sizə müraciət eləsin? Necə? Kiloda olan və necə? Hər bir kiloda bizə müraciət edirlər. 130 kiloda, 140 kiloda, 150 kiloda gələn olub. Ancaq məsəl üçün Nazilə xanımı götürək. Nazilə xanım 3 bədən istədi arıqlamaq. Yəni 3 bədən 48 ölçüdən düşdü 42-yə. Yeni ana olan xanımlar buyurub gələ bilərlər. Çox gözəl rezultat alırıq, çox gözəl nəticələrimiz olur. Keysəriyyə əməliyyatından çıxan xanımlar, bəli, sallaq ətlər, lazım olmayan daha doğrusu piylər, onların hamısını aradan qaldırırıq. Nə ilə? Kriolipoliz aparatı ilə arıqladırıq da, ütü ilə də ütülüyüb, bəli, istədiyi nəticələri, uğurları əldə edib gedirlər bizim klinikada. Belə estetika, gözəllik və sağlamlıq mərkəzinə buradan təşəkkür edirəm Gülə Şərifovaya, doktorumuza. Bizi arıqladır, gözəlləşdirir. Arıqlamaq istəyən bütün xanımları dəvət edirik. Bax, ünvanı gördünüz, telefon nömrələrini gördünüz. Telefon açın, danışın, gedin, özünüzə qulluq eləyin. Gülə xanım Şərifova doktorumuz yeganə aparatdır ki, bu aparatda həm yeyirsən, içirsən, diyeta saxlamırsan, amma arıqlayırsan bu aparatın köməkliyi vasitəsilə. Və orada sallaqlıqlar olur, doğuşdan sonra başımıza gələn problemləri də ütüləmə vasitəsilə oradan o birisi aparatla həll edirik. Mən az danışım, amma kimin sualı varsa telefon açsın Gülə xanımla danışın. Biraz sonra, yəni sabah yəqin ki, biraz ətraflı danışacaq bu haqda. Mən isə Happy Shop'dan danışmaq istəyirəm. Happy Shop bizim gözəl Binə Ticarət Mərkəzində gözəl univermağımız yenicə açıldı, həyatımıza gəldi. Binə Ticarət Mərkəzində bu günlərdə açılan Happy Shop'da biz
həm bəylər, həm xanımlar, yəni ailecə, həm də uşaqlarımızı aparıb və bu Happy Shop mağazasında gözəlcə alış-veriş eləyə bilərik. Happy Shop xoşbəxt ailələrin alış-veriş ünvanıdır. Çünki ailecə gedirsən səhər-səhər, bu univermağa daxil olursan, ünvanı görürsünüz. Bina Ticarət Mərkəzində də əziz tamaşaçılar, Karolina Valiant mağazamızı tanırsınız. Bax, onun Karolina Valiant olan bir məkanda və birinci mərtəbəsində böyük bir univermaqdır. Happy Shop mağazası. Ailecə gedirsiniz. Uşaqlar üçün ayrı. Bax, görürsünüz bu uşaqlar üçün. Bəylər üçün, kişilər üçün ayrı. Yəni bir məkandadır. Xanımlar üçün də ayrı. Üst geyimləri, dəbdə olan üst geyimləri və inanın ki, nə istəsəniz gündəlik geyimlərdən başlayaraq eləcə gördüyünüz kimi ayaq geyimlərinə qədər. Hər şey əldə edə bilərsiniz. Happy Shop həyatımıza xoş gəldin. Happy Shop dünyanın hər bir yerində var. Azərbaycanda da oldu. Nə gözəl bizə, nə xoş bizə. Ailecə, ailəlikcə alış-veriş eləmək hamının ürəyincədir. Şənbə, bazar günləri xüsusilə götürür uşaqlarımızda. Məktəb yox, bağça yox. Uşaqlar da, atalar, analar. Gedin alış-verişinizi eləyin. Happy Shop'dan Bina Ticarət Mərkəzi Happy Shop həmişə bizimlədir. Həyatımıza xoş gəldin Happy Shop. Və 30% endirimlərdən Art Decor gözəllik məkanında davam eləyir. Nəriman Nərimanov prospekti 8C ünvanında olan Art Decor 30% endirimlərimiz davam eləyir. Gözəl aksesuarlar, həmişə olduğu kimi hədiyyəlik aksesuarlar, ümumiyyətlə hədiyyə bağışlamaq istəyirsinizsə Art Decorda yolunuzu gözləyirik və 30% endirim bizə görədir. Həyat tərzi xahiş eləyib 30% endirimlər davam eləyir. Əgər ad gününə tələsirsinizsə, hədiyyə bağışlayacaqsınızsa, Aysel, bax, ananın xətrinə dəymişdin. Bir hədiyyə bağışlayacaqsansa mütləq Art Decor'a get və anaya nə lazımdır? Anaya bir balaca bir hədiyyə bağışlayırsan, könlünü alırsan. Amma mən buradan Art Decor'da olan aksesuarlardan danışmaq istəyirəm ki, belə deyək, cehizlik üçün gözəl bir məkandır, gözəllik məkanıdır. Gözəllik görmək istəyirsinizsə, gözünüz gözəllik görmək istəyirsə Art Decor'a gəlin və xüsusilə də bəylər üçün gözəl hədiyyələr bağışlaya bilərsiniz. Nərimanov heykəli ilə üzdə yeni tikili binanın altında 2 gözəl salonlarımız var, Art Decor salonları. Bax, ora müraciət edin. 30% endirimlərimiz davam edir. Mənsə Aysel, sənə təşəkkür edirəm. Mən bu məsələni bilməsəm də, sən qoymadın bugün ana getsin. Ana doğrudan da küsüb gedirdi və mən sonunda, verişimizin sonunda bunu açıqlayacaqdım ki, ən böyük sir əslində o gün biz danışan kimi Mehriban xanım ağladı, gözü kövrəldi və gözündən yaş gəldi. Sən demə, mən bilmirdim, sən demə, gül balası ilə aralarında söz-söhbət yaranıb. Bax, bu məsələlər əslində gərək çox diqqətli olaq. Mən jurnalistlərə də buradan müraciət edirəm. Əslində, ana-bala söhbətində çox diqqətli olmalıyıq. Əslində, bir xəbəri yayırıqsa Tacir müəllim, çox diqqətli yaymalıyıq. Çünki biz bax, bir ailəyə ağlı başlı bir problem yarada bilərdik və Mehriban xanım, mən təşəkkür edirəm. Doğrudan da bayaq redaktorumuz mənim qulağıma dedi ki, Allah bağışlayandı, bəli. Ona görə sən demə deyirmiş, mən bilmirdim məsələni. Aysel, mən təşəkkür edirəm ki, gəldin qızım. Sən gördün, sən artıq gördün ki, ana küsüb gedir. Yəni bu ananın mütləq könlünü almaq lazımdır. Buyur, nəsə sözün varsa, yoxdur sözü. Ən gözəli budur ki, biz bugün, Həcə müəllim, nəsə demək istəyirsiniz? Proqramımızın sonudur. Yox, əsas uğurlu sonluq oldu. Mehriban xanım barışdı. Bizim dostumuz. Çox ciddi bir sonluq oldu əslində. Çox ciddi bir sonluq oldu və biz heç vaxt istəmərik ki, Mehriban xanım ürəyində zərrə qədər bir incilik olsun, bir küskünlük olsun. Çünki əgər Mehriban xanımın milyonlarla fanatı varsa, onların ən başında mən dururam. Çünki mən Mehriban xanımı həqiqətən də hədsiz çox istəyirəm və mən heç vaxt istəmərəm ki, bax, Mehriban xanımı bu şəkildə, bu vəziyyətdə görüm. Mən hər zaman ondan pozitiv enerji almaq istəyirəm. Mən bir kəlmə demək istəyirəm ki, Tacir müəllim bu yaxınlarda desəm, bəlkə də düz olar. Qardaşınızı itirdiniz. Allah rəhmət eləsin. O qardaşın balalarına da Tacir müəllim və onun ətrafında olan yəqin ki, bacı qardaşları düzdürmü? Köməkli eləyir, baxır. Çünki bacı qardaşdan başqa heç kim yoxdur. Ümumiyyətlə, mən buradan təşəkkür edirəm tamaşaçılarıma və təşəkkür edirəm. Yeri gəlmişkən İnstudiyaya təşəkkürlər bildirim. Nuranə xanıma, saç düzünmə görə bugün Nuranə xanıma təşəkkür edirəm və Zeynəbə təşəkkür edirəm, vizaj ustama. Yeri gəlmişkən deyim, İnstudiya, Nigar başda olmaqla və təşəkkür edirəm qonaqlarıma, hər birinizə. Tacir müəllim, bir nəğmə, bir xoş nəğmə oxuyaq, ifa eləyək. Bir də küsməyin, xahiş edirəm. Ana-bala ayrılmaz bir hissədir deyim ki, siz ana-balasınız. Mən təşəkkür edirəm tamaşaçılara. Sabah görüşəcəyik.
çiçeğli bağa girsen, gül çiçeğli bağa girsen, ölürem ölürem senden ötürü, ölürem ölürem senden ötürü. Gelsin hemen Çeşme Dağı, gezirsen Leylis ayağı. Gelsin hemen Çeşme Dağı, gezirsen Leylis ayağı. Ter meykanan oldun yağı, ter meykanan oldun yağı. Ölürem ölürem senden ötürü, ölürem ölürem senden ötürü. Sen bakşasan barın mənim, sen çiçeksen arın mənim. Sen bakşasan barın mənim, sen çiçeksen arın mənim. Yarım sensen, yarım mənim, ölürem ay gülüm senden ötürü. Yarım sensen, yarım mənim, ölürem ay gülüm senden ötürü. Ölürem ölürem, ölürem ölürem, ölürem ay yarım senden ötürü. Ölürem ölürem, ölürem ölürem, ölürem ay gülüm senden ötürü. Ölürem ölürem senden ötürü, ölürem ölürem senden ötürü. Ölürem ay güzel senden ötürü, ölürem ölürem senden ötürü. Ölürem ölürem senden ötürü, ölürem ay güzel senden ötürü. Ölürem